Xərçəngin əsas səbəbi bilinir və bunun dərmanı var, amma gizlədilir. Bir mütəxəssis olaraq buna ancaq gülə bilərəm. Yəni bu çox da real görünmür. Onkoloji xəstəliklərdə pulun varsa yaşayırsan düşüncəsi nə qədər doğrudur? Bir istəmir, iki qəbula gəlir, yenə istəmir, yenə istəmir. Onsuz da öləcəm ifadəsini işlədir. Mənim yadımdadır, bir dəfə qayıtdım pasiyentə dedim ki, yəni elə bilirsiniz, rahat ölmək asandır. Bizdə xərçəngin adın belə çəkməyə qorxulur ki, birdən dilimdən çıxar, o məni tutar. Niyəsə biz mənim təzyiqim var, rahat deyə bilirik, amma xərçəng ehtimalı qorxusu bizə bəs edir ki, biz müayinə olunmayaq. Hər gün bədənimizdə minlərlə xərçəng hüceyrəsi ölür. Deyiminə necə aydınlıq gətirərdiniz? Düşünün, bir dənə hüceyrə yaranır və o başlayır bölünməyə, özü kimilərini yaradır, özünə bütün şəraiti qurur. Hansısa bizim gündəlik yaşamımız, stres, əsəb, gərginlik, bu faktorlar xərçəngin yaranmasına bir səbəb ola bilirmi? Bir pasiyentim var idi, onu müşahidədə saxlayırdı. Qardaşını itirmişdi və onun üçün çox böyük bir ağır itki idi. Müşahidə müddətində böyüməyən, tam xoşxassəli bir proses gəldi ki, bəs xərçəngdir. Salam, mən Hüseyn Ağayevin təqdimatında Üzləşməyə Baxışı. Bugünkü qonağım onkoloq. Salam, xoş gəlmisiniz. Xoş gördük Hüseyn bəy. Özünüzü qısaca təqdim edin. Afət Cabbarova, onkoloq, mamoloq, qısacası desək, süd vəzi xəstəlikləri üzrə mütəxəssis. Niyə tibb və niyə tibbin bu çətin və məsuliyyətli sahəsi? Mamam həkimdir. Oradan qaynaqlanır biz. Ailəlikcə. Yəni uşaqlıqdan bu mövzuları müzakirə eləmişik, mənə maraqlı olub. Yəni məndə heç sual yox idi ki, mən həkim olmasam nə olaram deyə. Yəni bu bir mənalı idi. Onkologiya isə oxuduğum gündən maraq doğurub. Niyə? Nədən? Necə kömək edə bilərik? Yəni 5-ci kursda keçirlər onkologiyanı və başladığım gündən mən elə fikir yarandı. Amma bildiniz, yəqin ki, siz məndən daha yaxşı bilirsiniz ki, məsəl üçün onkologiya mənim üçün digər tibbin sahələrindən fərqli olaraq mənim fikrimcə çox məsuliyyətli tərəfidir. Çünki işinizin əsasında bəzən yalan danışmaq məcburiyyətində qalırsınız, bəzən ümid verə bilmirsiniz, bəzən yəni istəyirsiniz eləyə bilmirsiniz və bunun kimi çox çətin və düşünək ki, mən Azərbaycanda daha çox check-up'ın o qədər də sıx olmayan, yəni insanlar buna müraciət eləməyən bir məsələ var. Yəni cəmiyyətin içində yaşadığımıza görə də ən axırıncı məncə mən eşitdiyim кейslərin çünki hamısı 90%-i demək olar ki, ən axırda bilinir, ən axırıncı stadiyalarda bilinir və demək olar ki, çox çətin məsələ olur ki, oradan nəsə bir geri dönüş eləmək olur. Bəs yaxşı, Azərbaycanda ümumiyyətlə onkoloq adını daşıyan hər kəs həqiqətən də onkoloqdurmu? Və bu sahədə ad var, bilik yoxdur problemi varmı? Əlbəttə ki, var. Bütün sahələrdə olduğu kimi mütəxəssis olanlar da var. Çox şükür ki, var və bu sahədə həqiqətən tam güvənilə bilir. Yəni bir xəstənin diaqnoz qoymasından tutmuş, tam müalicəsini təmin edənə qədər, yəni bunu bacaran keyfiyyətli, hazırlıqlı mütəxəssislərimiz var. Amma bununla yanaşı mən təcrübəmdə rastlaşmışam. Adını onkoloq qoyub, amma onkologiyadan başqa hər şeylə məşğul olan şəxslər də var, belə ifadə eləyək və xəstələrə bitki müalicəsi, onkoloji diaqnozu təsdiqlənmiş xəstələrə və mən hətta bir-iki dəfə o vərəqləri falan hamısını saxlamışdım ki, bəlkə nə vaxtsa lazım olar bunu kiməsə təqdim etmək və s. Yəni bildiyiniz cinayətdir də. Bax bu işlərlə məşğul olanlar da var bildiyim qədərilə. Bəs bayaq toxunduğum məsələni biraz da daha aydın danışmaq üçün belə bir sualım var ki, əslində dediyim kimi siz insanlara bəzən cəsarət lazımdır ki, onlara reallığı deyə biləsiniz ki, yəni doğrudan da sən bu vəziyyətdəsən, səni bu gözləyir və bunun kimi məsələlər. Bunu deməmək və insanlara bunu cəsarət etməmək mərhəmətdir yoxsa peşə xətası? Məncə mərhəmətdir. Mən öz adıma cavab verə bilərəm. Bir xəstəyə bir diaqnoz haqqında məlumat verib verməməyim ki, bu hər zaman tam məlumatı verirəm və yaxud tam gizlədirəm anlamına gəlmir. Baxır qarşımdakı pasiyentə, onun bu məlumatı necə götürə biləcəyini təqribən düşünərəkdən o məlumatı olur ki, hissə-hissə, olur ki, tam şəkildə, olur ki, mərhəmətsizcəsinə bəzən ifadə eləyirəm.
Amma yenə də mərhəmətdən doğan bir qərarlardır bunlar. O həmin vaxtda onun psixoloji durumundan asılı olan bir məsələdir Bəli, necə? elə xanım daha çox mən xanımlarla işləyirəm, 99%. Elə xanımlar olur ki, o məlumatı eşitməyə hazırdır və sən anlayırsan ki, qarşındakı tam formalaşmış şəxsiyyətdir və sağlamlığın qərarlarını öz məsuliyyəti ilə götürür və onları icra etməyə hazırdır. Elə xanımlar da var ki, baxırsan ki, sən bu diaqnozu ona desən, Daha da pis olacaq. daha da pis olacaq və bu illər ərzində gələn bir qavramdır. Məsələn, mən gənc ikən bu işə başlayanda çox da anlamırdım. Kimə nə demək olar, olmaz, nə qədər məlumat paylaşmalıyam xəstəliklə bağlı. Amma indi az-çox bu Təcrübə əsasında. təcrübə əsasında bəli. Bəzən olur ki, çox sərt bir şəkildə, məsələn, olub ki, xanım mən müalicə deyirəm etmək kimyəvi terapiya, ağır müalicələr gərəkdir, çox yerli yayılmış bir formadır. Yəni bu müalicəni etməsə bu xəstənin aqibəti müəyyən bir müddət sonra bəllidir və o istəmir. Bir istəmir, iki qəbula gəlir, yenə istəmir. Onsuz da öləcəm ifadəsini işlədir. Mənim yadımdadır bir dəfə qayıtdım pasiyentə dedim ki, yəni elə bilirsiniz rahat ölmək asandır. Mən məsələn bunu hardasa səslənsə bəlkə çox qəddarcasına çıxır, amma mən məcbur qaldım bu ifadəni işlədim. Çünki rahat ölmək də bir lütfdür. Əzabsız ölmək də bir lütfdür. Bu xəstəlikdən əzabsız itirmirik bir xəstələri. Təəssüf ki, yəni bunu dedim, mən düşünürəm ki, hardasa təsir etdi bu xanıma, bəlkə o Heç olmasa sonun buna gətirəydi. Bəli. Məqsəd nədir? Bilirsiniz, məqsəd odur ki, hər hansısa bir rəftarla, sözlə, cümlə ilə, hərəkətlə müalicə təşviq etmək. Bir də bu xəstəliyin daha çox özündən insan özünə təsir edə bilir, başa düşürük, amma ətrafı da, yaxınlarına da verdiyi bir travma var da, hansı ki, qohumları, sevdikləri, ailəsi elə onun qədər də bu stresi yaşayır demək olar ki, onların da bir ömürlərindən bir ömür getmiş kimi bir şey olur da. Həm maddi tərəfi var bunun, ucuz deyil məsələdə. Maddiyyətdən sual vermək istəyirəm. Onkoloji xəstəliklərdə pulun varsa yaşayırsan düşüncəsi nə qədər doğrudur? Yəni bizim eşitdiyimiz el arasında cəmiyyət içində məsələ budur ki, onkoloji xəstəsənsə artıq pulun olmalıdır. Yoxdursa bəllidir. Nə qədər bu doğrudur və nə qədər hal-hazırdakı vəziyyətdə pul hər şey, bu söhbəti xilas edə bilir? Belə deyim də, dövlət müəssisələrində ilkin müalicə tədbirlərini dövlət təmin eləyir. Yəni bahalı kimyəvi preparatlardır, onları təmin edir dövlət. Problem yaranır, çünki xəstə sayı çoxdur, dövlətin həqiqətən üzərinə o bahalı dərmanlardır və ilkin bizdə belə gedir də kimyəvi terapiyada falanda ilk müraciətdə aparılan İlk sxem. Əksər xəstələrdə bu aşağı-yuxarı eyni olur. Xəstəlik təkrar qayıtdıqda burada daha fərqli dərmanlara ehtiyac yaranır. Bax, burada biz problem yaşayırıq. Daha çox olur ki, xəstə dilindən desək, akıllı ilaçlara ehtiyac olur, fərqli müalicələrə ehtiyac olur. Orada vəsait gərəkir, bəli. Yəni ikinci dəfə bir insan xərcəng tutduğu zaman xərci daha da çox olur, onda belə çıxır. Bəli. Xəstəlik qayıtdıqda, çünki ilk illər əvvəl aparılan müalicəni sən artıq tətbiq edə bilməzsən. Çünki o müalicə aparılıb və təsirini göstərib, eyni dərmanları tətbiq etmək olmaz. Yanlışdır. Fərqli müalicə sxemləri tətbiq etməlidir həkim. Əlində olan vasitələr də bəzən yetərsiz olur. Yəni akıllı ilacdan söhbət gedirsə, bəli, onları tam bəzi xəstəliklər var ki, məsələn, limfa düyünlərinin şişində və s. onları bəli, dövlət təmin edir. Amma məsələn, süd vəzdə istifadə olunan o qədər akıllı ilaç variantı var ki, yəni onun hamısını təmin etməsi nəinki bizdə, bir çox inkişaf etmiş ölkələrdə belə, yəni onlar barmaqla sayılası qədər hardasa tam təmin olunur. Onda Çox bu azdır. deyim öz yerini tapır ki, pulun varsa yaşamaq şansın daha çox. Bəli. Burada bir şey də çıxım, haşiyə deyim. Yəni bilirsiniz, erkən müraciətdə həmişə biz paylaşırıq da, deyirik də bunu. Həm vəsait az xərclənir. Yəni mövcud vasitələrlə, istəyir əməliyyat, istəyir şüa, istəyir dərman müalicəsi, həm sağalma ehtimalı yüksək olur, həm də daha az maddi və mənəvi zərərlə çıxa bilir xəstələr. Bizim bax bu maddiyyatın göz önünə tutulması biraz da gecikmiş formaların çoxluğu ilə əlaqəlidir. Yaxşı, hardan biz bilək ki və necə edək ki, biz bunu əvvəlcədən öyrənək, əvvəlcədən bilək ki, bizdə bu yaranmağa başlayır və bizdə bu var. Əgər hansısa bir simptomları, ağrıları yoxdursa, yəni ümumiyyətlə biz gedib ildə bir dəfə və yaxud hansısa bir müddətdən bir bunu yoxlamalıyıqmı?
Əlbəttə ki, sağlamlıq yalnız həkimin üzərinə düşən bir məsuliyyət deyil. Birinci növbədə bizim öz məsuliyyətimizdir və sağlamlığına münasibət sənin özünə verdiyin dəyərdir. Bizdə məsələn bu mövhum hələ tam formalaşmayıb. İnsanlarla işləyirəm, gördüyüm odur ki, sağlamlığa yatıran vəsait çox da bir faydasız hesab edilir. Yəni mən sadəcə heç bir şikayətim olmadan gedim müayinə olunum, bu mövhum onlara qəribə gəlir, xüsusən də qadınlara. Yəni məsələn biz hər ay, mən də qadınam da, saç boyasına, makiyaja və s. sonra gel laka, nə bilim balyaj, müxtəlif kosmetik Pulu rahat tapılır. O pulun bəlkə bir 5-6 qatını biz sərf eləyirik, xərcləyirik. Amma həkim deyəndə ki, ildə bir dəfə müayinə gərəkdir və yaxud heç bir şikayətim yoxdur, sadəcə mən müayinə olunmalıyam, fikri heç yoxdur. Yəni bunu niyəsə biz göz önündə tutmuruq da. Mən çox az rastlayıram belə bir şeylə. Ondan belə qorxurlar məncə. Ki, birdən gedərəm nəsə çıxar. Onun psixoloji tərəfindən də qorxu var da. İnansız o qədər yersiz qorxularla mən hər gün rastlaşıram ki, yəni əl vurma çevrilər, biopsiya eləmə çevrilər, müalicə eləmə çevrilər, pis olar. Həkimə getmə, qorxuram ki, nəsə çıxar. Okey, biz ümumiyyətcə görünür millət olaraq qorxularımızla üzləşməyi sevmirik. Hardasa buradan qaynaqlanır da. Çünki real olaraq mən öz adıma deyim, düşünürəm ki, okey, mən müayinə olunmuram, amma xərçəng ən çox yayılmış xəstəlikdir. Tak? Qadınlarda süd vəzi ən çox yayılmış xəstəlikdir. Yəni bu sadəcə qorxu ilə qorxuram deyə bu məsuliyyətsiz yanaşmadır da. Ehtimal var, çünki sayı çoxdur. İldə 2 milyondan artıq bütün dünya üzrə 2 milyon 300 mindən artıq yeni yoluxma hadisəsi baş verir və mənim digər xanımın sadəcə belə deyək, riyazi ehtimalı çox yüksəkdir. Okey, biz bu ehtimalla çıxış edib necə eləyə bilərik? Yalnız vaxtında müayinə. Mən bu məsuliyyəti, mən bu məlumatı götürdüm, emal elədim. Nə edə bilərəm? İldə bir dəfə müayinə olmalıyam. Amma dediyiniz qədər də insanlara sadə deyil. Çünki mən məsəl üçün başqa bir ölkələrdə eşitməmişəm. Bəlkə də rastlamamışam. Var, amma inanmıram ki, var. Bizdə xərçəngin adın belə çəkməyə qorxulur ki, birdən dilimdən çıxar, o məni tutar. Şəhər yeri fərqi yoxdur, rayon yeri, kənd yeri. Adım belə çəkmirlər, ona başqa adlar qoyurlar. Yəqin ki, siz bundan daha çox tez rastlaşdınız. Üç hərfli deyən var, başı batmış deyən var. Bunun kimi yüzlərlə adlar deyirlər. Hətta mən məsəl üçün öz tərəfimdən deyirəm, ailədə biz oturanda filan kəs xərçəng tutub deyəndə kəs səsini deyib, yəni məni dayandıran mən nənələrim zadım, o mənim yadımdadır. Hətta nə biblərimdə, xalalarımda da belə bir şeylər var ki, onun adını belə çəkmə. Ondan danışılmır ha. Başqa bir adam, tanıdığımız bir adamın başına gələn bir hadisə olur, oturub söhbət edirik. Adını çəkəndə belə sakit dur. Kəs az qala əlinlə ağzına tutacaq ki, birdən o sözü çıxır deyə elə bir enerjisi necəsə bu negativi gəlib bizi də bir adamımızı bizdən birini tutacaq və niyəsə görə yəni elə məncə bunun səbəbi səbəbi birbaşa budur ki, yəni biz adından belə qorxduğumuz bir şeyi gedib yoxlatdırmağa heç getməliyik də, yəni cəmiyyət olaraq. Bu yanaşma ilə mən də demək olar hər gün rastlaşıram. Bunun cavabını mən də çox düşünmüşəm. Niyə belədir? Məsələn, bizdə qorxudan irəli gələrək qorxuruq da, yəni qısacası müayinə olunaram, nəsə çıxar və s. və ölümcül xəstəlik kimi yayılır, elə danışılır. Çarəsiz bir xəstəlikmiş kimi, halbuki ölüm statistikasına baxsaq, ürək-damar xəstəlikləri hələ də birinci yerdədir. Yəni xərçəngdən ölüm birinci yerdə deyil. Və infarktdan həyatını itirmə şansı daha çoxdur. Amma niyəsə biz mənim təzyiqim var, rahat deyə bilirik və mənim təzyiqim 220 olur, bunu rahat deyə bilirik. Halbuki o yüksək təzyiq infarkt, insult səbəbi ola bilər, iflic səbəbi ola bilər və bu real gözə görünən qorxulardır. Amma xərçəng ehtimalı qorxusu bizə bəs eləyir ki, biz müayinə olunmayaq. Bu yəni məsələn xaricdə belə yoxdur. Mən onu sual vermək istəyirəm. Bu bizdədir təkcə yoxsa? Yəni orada bu xəstəliyə xroniki xəstəlik kimi yanaşılır
və mümkün olan erkən mərhələdə aşkarlansa tam həll oluna biləcək məsələ kimi yanaşılır. Necə ki, şəkərli diabetə, məsələn, böyrək problemlərinə və yaxud digər xəstəliklərə yanaşma varsa, burada da elə, amma bizdə deyil. Mən bunu bir növü bilirsiniz nədə görürəm səbəbini. Çünki bir gecikmiş müraciətlər xəstəliyin gedişatına və nəticəsinə birbaşa təsir göstərir və o hadisələr çox danışılır. Amma əksi də var. Erkən mərhələdə müraciət edib sağalan xəstələrin sorağı çıxmır. Yəni gizlədilir. Mən bunu hardan bilirəm? Bir neçə dəfə olub ki, media nümayəndələri məndən xərçəng ayında, xərçəng hansı bir gününə həsr olunmuş, sağalmış xəstələrdən müsahibə istəyiblər ki, bəlkə belə bir variant. Yəni inanırsınız, bir 10-15 nəfəri mən vaxt ayırıb zəng eləmişəm ki, bəlkə siz xəstələrimdən Danışasınız. heç biri danışmaq istəməyib. Bir xəstəmdən başqa. Bircə dənə xanım, yəni bu boyda pasientin arasından heç biri danışmaq istəməyib və bu da bilirsiniz, hətta bəzən mən həkim kimi düşünürəm ki, bəlkə elə bir cəmiyyət qurum, nəsə elə bir şey eləyim ki, bu qadınlar bir-biri ilə görüşsün və başa düşsün ki, bu realdır, həll olunandır, mümkündür. Bizim öz kanalımızdan hardasa il yarım bundan öncə bir cavan oğlan idi, hansı ki tip təhsili aldığı zaman limfadan güclü xərçəng olub, ən axırıncı stadiyaya qədər gəlib, kimyoterapiya, amma sağalıb. Onu biz dəvət eləmişdik. Mənim üçün çox təsirli, bir o qədər də digərlərinə, həmin o xəstəliyi olan insanlara motivasiya verən bir videoydu. Doğrudan da, yəni mən ona oturub öz videom olmasına baxmayaraq dəfələrlə oturub baxmışam, amma baxılmır. Açığı, həmin o veriliş baxılmamışdı, gözlədiyimiz qədər baxılmamışdı və case olaraq da həmin o bayaq dediyimiz o başı batmış adı qoyulan görə, elə o adı görür deyə o videonun əvvəlində artıq ona içərisində çox motivasiya var, içərisində əslində qulaq asılmalıdır. Özün belə olmasa, yəni o xəstəlikdən yoxdursa, səndə xərçəng yoxdursa belə, nə vaxtsa qulaq asıb özün üçün bir qeyd apara biləcəyin bir video olsa da heç kim ona oturub baxmadı. Açığı. Demək olar ki, baxılmadı və mənə o tərəfdən çox pis təsir eləmişdi ki, yəni insanlar bunun motivasiyasından getməyə əvəzinə, bu videodan nəsə fayda götürməyə əvəzinə daha da çox qaçmağa başladılar. Ümid edirəm bu video baxılar və bir çoxlarına da ümid olar. Yaxşı, xərçəng bir xəstəlikdir, yoxsa yüzlərlə fərqli xəstəliyin ümumi adıdır? Yüzlərlə fərqli xəstəliyin ümumi adıdır deyərəm. Çünki xərçəng adı altında bir çox növü var. Hətta mən süd vəzi ilə məşğulam. Süd vəzin özündə belə onun müxtəlif variantları var, kliniki gedişatları var ki, biri digərinə bənzəmir. Hələ bu bir orqandır. Bunu digər bağırsaq, mədə və s. ağciyər və s. yəni şiş adı altında, xərçəng adı altında bir çox növlər cəmləşir. Və bu müalicəyə də pis təsir göstərir. Məsələn, kimdəsə şişin aqressiv forması idisə, digər pasiyentə qoyulanda deyir, mənası yoxdur, onsuz da filan kəsdə filan şey idi. Müalicədən imtina etmə səbəbi belə olur. Halbuki bəlkə müalicə etsə daha yaxşı nəticə əldə eləyər. Çünki sadəcə adı eynidir. Amma altda yatan xəstəliyin özü tamam fərqlidir. Bəs hər gün bədənimizdə minlərlə xərçəng hüceyrəsi ölür deyiminə necə aydınlıq gətirərdiniz? Bu cümlə elmi əsası olan bir cümlədir və bu fikirlə biz razıyıq, elədir. Hər gün bədənimizdə yüzlərlə şiş hüceyrəsi əmələ gəlir, lakin biz hər gün şişə yoluxmuruq. Burada bir çox, belə deyək də, mübarizə sistemləri, mexanizmləri var, amma başda gələn immun sistemidir, hüceyrə immunitetidir, T hüceyrələridir ki, hər gün yaranan şiş hüceyrələrini aşkar eləyir və məhv eləyir. Bədənimiz öz-özünü qoruyur. Bəli, bəli, bəli. Bəs necə olur ki, qoruya bilmir və biz bunu... Bu suala hələ də elm tam cavab verə bilməyib, amma son illər aparılan araşdırmalarda immun sistemin də şişin yaranmasında böyük rolu olduğu təsdiqlənib və hətta bir neçə şişin müalicəsində immun sisteminə təsir göstərən preparatlar artıq geniş istifadə olunur. Çox sadə desək belə bir şey olur da, hansısa hüceyrədə bir yanlış bölünmə gedir. Şişi fərqləndirən amil hüceyrənin kontrolsuz bölünməsidir. Yəni normada bizim bütün toxumalarda hüceyrələr nizamlı bölünür. Belə deyək. Bölünəcək sayı bəllidir. O hüceyrənin bölündükdən sonra nəyə çevriləcəyi bəllidir. Şişdə bu mexanizm qırılır. Hüceyrənin necə aparacağı bəlli olmur. Və o başlayır kontrolsuz bölünməyə. Belə hüceyrəni tək bir olduqda
immunitet hüceyrələri aşkarlayır, çünki onun quruluşu pozulmuş olur və məhv eləyir. Apoptoza uğradır, lizisə uğradır. Hər hansısa səbəbdən, bax bu səbəb bilinmir, niyə baş verir? Bəli. Bəzən virus mənşəli şişlərdə, məsələn, papilloma virus yaradan şişlərdə bunun gedişatı çox yaxşı izlənib, bilinir. Bütün mərhələlər, harda nə qırılma baş verir. Amma əksər şişlərdə bu səbəb bilinmir. Lakin dəqiq bəllidir ki, o hüceyrə yaranıbsa, artıq immun sistemi onu hardansa nəzərdən qaçırıb. Bu məsələdə bir dənə belə bir deyim var, yenə deyil arasında ki, bu qədər dünya inkişaf eləyib, bilirlər nəyə görədir əslində bu hələ ki bilinmir məsələsinin. Xərçəngin əsas səbəbi bilinir və bunun dərmanı var, amma gizlədilir. Bunun cavabı nədir? Bu hal-hazırdakı bu deyim doğrudurmu, yoxsa Bir mütəxəssis olaraq buna ancaq gülə bilərəm. Yəni bu çox da real görünmür. Amma Hələ yəqin də ki, siz də qarşılaşmısınız da bu suallarla. Əlbəttə ki, qarşılaşmışam, bəli, pasientlər də soruşur və s. Amma o qədər çox şaxəli xəstəlikdir ki, yəni məsələn, beyin şişləri tamam başqa bir inkişaf mexanizmi keçir. Uşaqlıq boynu xərçəngi götürsək tamam başqa mexanizm keçir. Ağciyər bu ümumi ad altında bayaq dediyimiz bir şeydir. Bir çox xəstəlikləri biz eyni ad altında birləşdiririk və düşünürük ki, bir üsul tapılacaq. Bütün bunun hamısını əldə edir. Mümkün deyil, real deyil. Çünki süd vəzi xərçənginin risk amilləri tamam başqadır. Ağciyər siqaret çəkmədən yaranır, məsələn 80%. Risk amilləri tamam başqadır. Yoğun bağırsaq xərçənginin səbəbi tamam başqadır. Onları birləşdirən yalnız bir sıra xəstələrdə gördüyüm irsi amillərdir, genetik mutasiyalardır. Xərçəng ağıllı xəstəlikdir. Belə deyim var. Tibbi dildə bu nə deməkdir və yoxsa sadəcə metaforadır? Valla mən xərçəngin ağıllı xəstəlik olduğuna inanıram. Yəni çox real görünür. Yayılmasından və s. Bəli. Yəni şişin bildiyiniz yaranan gündən elə bil ki, bütün inkişafı çox belə sadə loru desək, özünə yer eləməyindən, özünü qidalandırmağından, yəni düşünün bir dənə hüceyrə yaranır və o başlayır bölünməyə, özü kimilərini yaradır, özünə bütün şəraiti qurur. Yəni hətta o kiçik kütlə yarananda belə onun ölçüsü düşünün 5 mm-dən kiçik olsa belə, məsələn, toxumada yaranıb onun qanla qidalanması yoxdur. Onun böyüməsi üçün qan damarlarına ehtiyacı var. Elə bir amillər əmələ gətirir ki, yanda yerləşən kapillərlərdən ona doğru qan damarları başlayır əmələ gəlməyi, yeniləri. O dərəcə ağıllı bir xəstəlikdir. Ona görə bir mənalı ağıllı xəstəlikdir. Yəni nəinki qan damarlarını yaradır. Hətta yayılma olanda belə, yəni digər orqanlara metastaz vermə olanda belə şiş özünə uyğun şəraiti qura bilir orada. Məsələn, sümük metastazlarında xüsusi maddələr ifraz edir ki, o sümük ocağında yumşalma olsun və orada rahat inkişaf edə bilsin. Demək ki, bu deyim doğrudur. Bəli. Məsələn, süd vəzi hüceyrələri, süd vəzi şişləri əksəriyyəti hormon həssasdır. Yəni vəz toxuması normada da qadınlarda qadın hormonlarına qarşı həssasdır. Şiş hüceyrələri bir 10 qat artıq daha həssasdır. Bəs yaxşı, müşahidələrinizə əsasən bu xərçəngin yaranma səbəbi tibbi faktorlarını bir qoysaq qırağa, hansısa bizim gündəlik yaşamımız, stres, əsəb, gərginlik, bu faktorlar xərçəngin yaranmasına bir səbəb ola bilirmi? Yəni stres bunu yarada bilirmi? Hansısa bir psixoloji sarsıntı, həyatındakı bir travma buna bir təşviş yarada bilirmi? Səbəb ola bilirmi bu? Buna mən iki cavab versəm daha yaxşı olar. Bir mütəxəssis kimi bu son illərdə aparılan araşdırmalar stressin, ümumiyyətcə psixoloji gərginliyin şişin yaranmasında və gedişatında çox böyük təsirin olduğunu göstərir. Hətta xərçəngdən əziyyət çəkən xəstələrdə belə depressiv vəziyyətlərin xəstəliyin gedişatına mənfi təsir göstərdiyi bir sıra tədqiqatlarda göstərilib. Uzun illər çalışan bir cərrah kimi deyə bilərəm ki, bunu dəqiq sübut edə bilməsəm də, amma daimi depressiyanın, sarsıntının, məsələn, ağır itki yaşamış xəstələrin, ağır bir psixoloji sarsıntı keçirmiş xanımların belə hadisələr çox görmüşəm. Onun çox təsiri var. Hətta məsələn məndə bir pasiyentim var idi, onu müşahidədə saxlayırdıq. Qardaşını itirmişdi və onun üçün çox böyük bir ağır itki idi. Müşahidə müddətində böyüməyən, tam xoşxassəli bir proses gəldi ki, bəs xərçəngdir. Düzdür, erkən mərhələli idi, biz onu tez aşkarladıq. Xəstə indi də yaşayır, sağlamdır, amma bax bu itkini
yaşadı deyənə indi onu mən heç cür sübut eləyə bilmərəm ki, bu nədən, amma gördüyüm odur və xəstələrdən də bir çox hallarda eşitdiyim bunu təsdiqləyir, bəli. Bəs niyə sağlam həyat tərzi sürən insan yenə də xərçəng ola bilir və burada nəzarətimizdən çıxan nə var? Hətta sağlam həyat tərzi sürən insanlara bir dənə də əlavə etmək istəyirəm. Son zamanlar həddən artıq çox uşaq və yeniyetmələr arasında olan məsələlər, yəni bizim bir uzaq qohumumuz hardasa 7 yaşında olan uşağı xərçəngdən çox ağır əziyyət çəkir. Uşaq şişlərində olan statistika elə bir şiddətli artım göstərmir. İstəyir sümük şişləri, digər şişlər olsun. Ola bilər biz daha sıx-sıx eşidirik. Real artan şiş növləri başqadır. Yəni süd vəzidir, ağciyərdir, yoğun bağırsaqdır, yumurtalıqdır, prostat vəzi xərçəngidir. Məsələn, mən bu işə yeni başlayanda, tələbə olanda hətta ağciyər 1-ci sırada idi, amma yoğun bağırsaq 4-cü sıralarda idi. Məsələn, indi yoğun bağırsaq sayı dəfələrlə artıb, həm kişilərdə, həm qadınlarda. Sağlam həyat tərzi panaseya deyil. Bir onkoloq olaraq şiş olma ehtimalını, xüsusən də bəlli bir yaşdan sonra, 35 götürək, ondan sonra yaranma ehtimalı de facto hamıda var. Yəni bunu biz qəbullanaq. Bu ehtimal var. Hətta bir dəfə bir araşdırma eləyirdim, elmi araşdırmada. Orada belə bir cümləyə rast gəldim ki, 70 yaşından sonra hərə öz xərçəngi ilə rastlaşır. Hamıya bir xərçəng payı qismət olur. Çünki bu hüceyrələr düşünün, uzun illərdir çalışır, uzun illərdir bölünür. Artıq o əvvəl kimi qoruma Bəli, yoxdur, qoruma gücü yox. mexanizmləri zəifləyir. Yəni burada da bir qocalma prosesini biz görürük. Yəni bu normaldır əslində. Bəlli bir yaşda bunun rast gəlməsi. Sadəcə sağlam həyat tərzi yaşadıqda bunun ehtimalını biz azaldırıq və daha gec yaşda büruzə verməsinin təməlini qoyuruq. Kişilərdə ən çox bildiyim qədərilə 70 yaş yuxarı prostat rakının faizi demək olar ki, axırıncı da oxumuşdum, hər 10 kişinin 5-də demək olar ki, prostat rakı bilmədən belə bu proses olur və hətta o yaşlarda bilmir, heç ölənə qədər də bilmir ki, bunda prostat rakı var idi və dünyasını dəyişir, heç bilmədən də bu proses gedir. Bəli. Halbuki prostat xərçəngi məsələn onun skrininqi var. Yəni biz düzdür, daha yaşlı insanlarda daha çox rast gəlinir, amma o şiş növlərindəndir ki, onun erkən aşkarlanması, hətta şiş önü mərhələdə aşkarlanıb və tamamilə sağalması mümkündür. Bir də sosial mediaların, sosial şəbəkələrin son vaxtlarda qarşımıza çıxan bir məsələlərindən danışmaq istəyirəm. Xərçəngin alternativ müalicəsi. Hətta bu əvvəlki dövrlərdə də belə desək var idi. Bu alternativ müalicə adı altında satılan çaylar, damcılar və yaxud enerji seansları və bunun kimi məsələlər. Heç olubmu ki, sizə müraciət edən şəxslər əvvəlcədən hansısa şəfaçıya, falçıya, bioenergetikaya getsin, sonra gəlsin sizin yanınıza artıq? Nə qədər istəyirsiniz, belə misallar çəkə bilərəm sizə. Qaynar qaşıq qoyan kim, qızdırılmış kələm qoyan kim süd vəzinə. Sonra hər hansısa bir bitki müalicəsi, bitki ekstraktları, soda ilə müalicə edən xəstəm var idi, məsələn. Soda qəbul eləyirdi, bəli, daxilə məhlullar və həqiqətən şişi müalicə etdiyini düşünürdü. Hətta belə bir pasiyentim var idi, o tipli vasitələrdən istifadə etmişdi. Bağa yarpağı qoymuşdu, nə bilim, müxtəlif bu üsullar və şiş artıq dağılıb parçalanmışdı. O bunu yaxşı əlamət kimi bürüzə verərək mənim qəbuluma gəlmişdi ki, yəni ki, doktor bax, yəni bu dağılır, parçalanır da artıq. Bizim dildə bu yayılma deməkdir, bizim dildə bu tibbi dildə sirayət etmə, xəstəliyin son mərhələsi deməkdir. Amma xanım onu o cür, bəli, uğur kimi, yəni mən onu dağıtdım, parçaladım, burada bir şey yoxdur artıq deyə qələmə verirdi. Yəni bu şeylər çoxdur, çox rastlaşırıq və hələ də buna inananlar var. Kətan toxumu içirlər, kələm qaynadıb içirlər. Yəni sidik içən xəstəm də olub. Sidiklə şişi müalicə eləyirdi, bəli. Yəni bu tibbdə ümumiyyətlə buna aid heç bir şey yoxdur. Yox, xeyr. Yoxsa var, eşidirlər, başqa cür etməyə çalışırlar. Necəsə bir əlaqə varmı bunların elədiyi ilə? Yoxsa sadəcə deyimlərin əsasında və heç bir, yəni tibbin heç 1% belə orada rol oynamayan, oxşarlığı belə olmayan məsələlərdir. Yoxsa bu necə yaranırdı? Yəni bunu kimsə yoxlamadan, eləmədən necə bu məsələlər bu insanlar arasında gəzir və bunu yoxlamağa cəhd edirlər? Çünki şişin müalicəsi çox ağırdır.
Mən əslində düşünürəm şuuraltı onlar bilir söhbət nədən gedir və qəbullana bilmirlər ki, bunun müalicəsi cərrahiyyadır, bunun müalicəsi kimyəvi terapiyadır. Yəni ondan qaçış yolu olaraq istəniləndir biz saman çöpündən tuturuq ki, bəlkə burdan bir təsiri olar və bəzən də effekt adı altında nəyi nəzərdə tutulur? Şiş ətrafı ödəyim iltihab olur. Məsələn, bağ yarpağı qoyur, biraz iltihabı götürəcək, həcm biraz kiçiləcək. Pasient deyir ki, mənə xeyri dəydi. Halbuki şişə heç bir təsir etmədi. Sadəcə ətrafındakı ödəm iltihabı götürüb düşünür ki, hə, xeyri dəyib. Məncə bunu elə demişsən, bəlkə də o insanın o elədiyi hansısa o bu alternativ müalicənin heç bir təsiri olmadı, amma şuuraltı özünü hazırlamış oldu və yaxud gücünü artırmış oldu ki, mən buna qalib gələcəm və ondan da məncə bir hansısa bir müsbət də demirəm yoxlasınlar, amma yenə də bir psixoloji özünə güc yığa bilər də. Mən bunu elədim, belə oldu və bundan sonra həkimə müraciət etdikdən sonra təbii ki, hansısa bir nəticəyə gəlmək olar. Elə bu sualın davamında belə bir sual vermək istəyirəm ki, xərçəngə qalib gəlmək üçün müalicədən, yəni kimya, immunoterapiyadan öncə insan mübarizəni necə aparmalıdır və deyirlər ki, hər bir xəstəlik zehində bitir. Bu xərçəngdə doğrudan da belədirmi? İnsanın psixologiyası nə qədər ona kömək edə bilir ki, buna qalib gəlsin? Bunu sübut edəmərəm ki, bu belədir. Amma bunun belə olduğuna inanıram. Bir onkoloq olaraq dəqiq elədir. Psixoloji vəziyyətimiz şiş təsdiqlənən xəstələrdə, şişlə mübarizə aparılan xəstələrdə çox vacibdir. Çox vacibdir. Məsələn, bayaq sizə misal çəkirdim. Bir pasiyentim var idi. Gürcüstanın ucqar bir kəndində yaşayırdı. İllər öncə, bəlkə bir 10 il öncə mən işə təzə başlayanda onu gecikmiş formalı şişlə əməliyyat eləmişdi və s. və uzun illərdir o pasiyentdən xəbər ətər yox idi. Təsadüfən koridorda qızını görəndə belə qaldım ki, görəsən o xəstəni soruşmayım, anasını soruşmayım. Görəm səhərsi günü müayinəyə gətirib ki, bəs qızım da məni gətirir müayinəyə, bəs bilmirəm, məndə heç nə yoxdur. Yəni qadın o qədər rahat idi. Nəinki xəstəliyi, yəni ümumiyyətcə heç nəyi dərd etmirdi. Digər bir pasiyentim var, kifayət qədər gecikmiş mərhələdə biz onu bir 10 il, 11 il öncə əməliyyat etmişdim. Amma qadın yəni xəstəliyi ümumiyyətcə düşünmür. Ailəsi ilə, nəvələri ilə, uşaqları ilə məşğuldur. Baxmayaraq ki, vaxtı ikən ağır müalicə, elə bil ki, biz necə barışıqlıqmı rol oynayır, bilmirəm necə ifadə edir. Unudub, xəstəliyi unudub. Xəstəm də var ki, bu ayın əvvəli də qəbula gəlir, axırı da qəbula gəlir. Qorxusundan. Onu görəndə mən içimdə bir səs deyir ki, bu qaydacaq. Bu xəstəliklə bu mütləq qaydacaq. Və qayıdır da. Bayaq da toxunduq, amma yenə də bunun üstündən keçmək istəyirəm. Çünki gənc insanların daha çox o məsələsi var ki, qoca vaxtlarında daha çox o xərçəng xəstəlikləri rast gəlinir və gəncəm, məndə heç nə olmaz deyən qadınlardan bir onkoloq kimi nə demək istəyərdiniz? Ola bilər. Gəncəm deyə mən heç nədən sığortalanmamışam. Gəncəm deyə məndə şiş ola bilməz yanaşması əlbəttə doğru deyil. Zamanında mən düşünürəm belə də ildə bir dəfə İstər qadın, istər kişi, mən daha çox qadınlarla işləyirəm deyə onu vurğulayıram. İldə bir dəfə, bir gün, 2 gün özünə vaxt ayırmalıdır və profilaktik müayinədən keçmir. Bunun yolu budur. Yəni mənim gördüyüm 18 ildir işləyirəm, hələ ki əksini görməmişəm. Biz qorxuruq ki, müayinə gələcək nəsə çıxacaq, amma onu hələ şiş olmadan aşkarlayıb, şiş olmadan həll edə bilsək, bu qalibiyyətdir. Ümumiyyətlə, süd vəzi xərçəngindən əziyyət çəkən və gec diaqnoz qoyulan xəstələrin ortaq xüsusiyyətləri nədir? Onların birləşdirən səhv nədir? Xəstəlikdən qorxmaq, xəstəlik qəbullanmamaq. Daha çox budur deyərdim. Elə bil ki, üsyan çoxdur xəstələrdə. Günahkar axtarırlar, səbəbkar axtarırlar. Bu niyə məndə yarandı, bu niyə məndə oldu? Xəstəlik qəbullanıb müalicəsinə davam edən xəstələrin və qəbullanan xəstələrin deyərdim nəticəsi də daha yaxşı olur. Bəs əlimə nəsə gəlmir, deməli problem yoxdur və yaxud süd vəzində ağrılar yoxdursa, xərçəng də yoxdur. Bu fikir nə qədər realdır? Bu mənim xəstələrim deyir. Gəlir müayinəyə, əllə müayinə edirəm. Deyirəm ki, bəs ultrasəs lazımdır, mammoqrafiya lazımdır. Deyir ki, doktor, sənin əlin elə aparatdır. Sən baxdınsa orada heç nə yoxdursa, yox, elə deyil. Yəni biz özümüzü əllə müayinə edirik. Orada əlimizə bir kütlə gəlmirsə, bu demək deyil ki, yoxdur. Biz böyük bir dəyişiklikləri əllə hiss edə bilərik. Kiçik dəyişiklikləri əllə heç vaxt hiss edə bilmərik. Hüceyrə səviyyəsindəkilərdən heç söhbət belə getmir. Ona görə bu bizi arxayın salmamalıdır.
Bəs hansı mərhələdə şübhələnməlidir? Yəni nə baş verəndə sırf süd vəzi xərçəngindən söhbət gedir, qadınlar artıq bir təşvişə düşməlidir, bir şübhə yaranmalıdır. Şübhə o mənada şübhədən danışmayaq, artıq bir yoxlanışa bir təşviş olmalıdır ki, mən artıq bu varsa, deməli mən erkən stadiyada bunun üzərinə düşüb bunu bilə bilərəm deyə varmı bir şey? Ki öz bədənində özü hiss eləsin, ya şiddətli ağrı olmasa belə onu bilsin. Belə vurğulayım ki, 35 yaşdan yuxarıdırsa qadın nəyisə hiss etməyi gözləməməlidir. Yəni bu təməl yanlışdır. Zamanında müayinəsini etməlidir. Profilaktik müayinəsinə getməlidir və həkim ona deyəcək hansı müayinə, nəyə ehtiyacı var, nəyə yox. Daha gənc yaşda olanlara bax bu sualı cavabı onlara şamil edərək cavablamaq istəyirəm. İstənilən bax biz həkim olaraq ona görə deyirik ki, özünüzü müayinə edin. Niyə? Çünki insan öz toxumasını tanıyır. Öz toxumasını hər ay müayinə etdikcə orada hər hansısa bir sərtliyin, bərkimənin, dərinin dəyişməsini və s. daha tez hiss eləyir. İstənilən dəyişiklik olduqda. Yəni bu dəri ilə bağlı ola bilər, toxuma ilə bağlı ola bilər, rəngi ilə bağlı ola bilər, damarlanma ilə istənilən dəyişiklikdə müraciət etmək vacibdir. Mən misal çəkə bilərəm. Məsələn, xəstələrim var ki, 22 yaşında olub pasiyentim, ən gənc xəstələrimdən biri olub. 25 yaşında olub. Əlinə birdən-birə sərt bir kütlə gəlib və kifayət qədər böyük ölçü olub, 3-4 sm ölçüdə. Əlbəttə ki, o kütlə bir günə yaranmayıb. Yəni o şişin 2 qat böyümə sürəti var da bizim elmi dildə. O şiş mütləq ki bir neçə il öncə yaranıb, sadəcə 2 qat böyümə sürətini nəzərə alsaq, yəni bir günün içində elə gəlir ki, xanımlara bir günün içində yarandı. Xeyr, yəni çox gənc xanımlarda da elə bir problem olub. Bir xəstəmdə olmuşdu ki, bir qorxu keçirmişdi. Ondan sonra, yəni xanımın dediyinə görə ondan sonra süd vəzisində bir kütlə aşkarladı. Çox şükür hamısı yaxşıdır. Çox uşaqlı analarda bunun olmama ehtimalı çoxalır. Yəni nə qədər ki daha çox süd verir, o prosesləri yaşayır, onlarda risk daha azdır deyə bir şey varmı? Bu ümumiyyətcə, yəni Çünki qadınlarda bu deyim var bildiyim qədərilə. var, bəli, var və buna görə müayinəyə gəlməyən və yaxud da ki, məndə heç nə olmaz deyən o qədər xanım var ki, mən 3 uşaq dünyaya gətirmişəm, üçünə də 2 yaşına qədər süd vermişəm, məndə belə bir problem olmaz da. Yəni xeyr, ehtimal hamıda var. Yaşın 35-dən yuxarıdırsa, bu ehtimal var. Sənin edə biləcəyin bu ehtimalı nəzərə alaraq daha tez davranmağındır. Yəni xəstəliyin inkişaf etməsini, əlamət verməsini, şikayətin yaranmasını gözləmək özümüzə etdiyimiz sayğısızlıqdır deyə düşünürəm. Bəs mammoqrafiya qorxusu daha çox nədən qaynaqlanır? Yəni bu şüalanma xərçəng yaradacaq qədər təhlükəlidirmi? Deməli, biz saatlarla kompüter qabağında otururuq. Telefona baxırıq. Manikura gedirik, əlimiz ultrabənövşəyi şüalanma altında qalır. Solaryuma gedirik. Solaryuma gedirik. Saatlarla təyyarə uçuşu edirik. Bunlar heç biri zərərli deyil. Ya bunların şüalanması yoxdur. Lakin mammoqrafiyanın şüalanması xəstəlik yaradır. Yəni bu cəfəngiyat deyəcəm. Bununla mən hər gün də yəni yorulmuşuq da izah eləməkdən ki, axır deyir qalıram belə ki, sən ölüm, mən ölüm elə deyil. Vallahi elə deyil. Yəni bir çıxışımda hətta mammoqrafiyanın şüalanması haqqında statistik rəqəmlər gətirmişdim ki, bu nədir? Və real olaraq hazırki mammoqrafiya avadanlıqları rəqəmsaldır. Şüalanma dozası kifayət qədər aşağıdır və ömür boyu siz onu etsəz belə bəlli yaşdan sonra o xərçəng riskini artırmır. Yəni onun verdiyi fayda, verdiyi zərərlə müqayisə olunmazdır. Bir mammoqrafiyada aldığımız şüalanma 1 saatlıq uçuşa bərabərdir. Bu o qədər azdır. Mənə sadəcə maraqlı olan bir söz nədir? Əgər bu tibbi əsası olmayan, ən çox da xərçəng mövzusunda indi bayaqdan sadalayırıq, veriliş başlayandan bir 20-30-a yaxın el arasında deyilib də real olmayan absurd şeylərdən danışırıq. Niyə olmayan bir şeyləri cəmiyyət bu qədər yenə də böyütməyə çalışır? Bu şüalanmanı elə bir кейsin biri. Niyə bu yoxdursa insanlar bunu qorxuya çevirir? Yəni niyə insanlar bundan yoxlanışından belə qaçırlar? Belə deyim, biraz fəlsəfi cavab verim. Məsuliyyəti öz boynumuza götürmək istəmirik. Mütləqdir ki, biz heç bir xəstə mən görməmişəm ki, desin ki, mən gecikdirdim deyə bu xəstəlik məndə
müalicəyə tabe olmur. O həkimi günahlandıracaq, biopsiya edəni günahlandıracaq, o şualanmanı günahlandıracaq, kimyəvi terapiyanı fəsadlarını belə deyək də səbəb gətirəcək ki, məndə buna görə oldu. Amma mən vaxtında getmədim, mən vaxtında müraciət etmədim. Öz boynuna alın. Öz boynumuza almırıq. Yəni ona görə biz sevirik. Mütləqdir ki, hər bir pasiyentdə, yəni siz səbəbkar tapacaq, o tapacaq. Və süd vəzi xərçəngi diaqnozu qoyulan qadının psixologiyası, bədən algısı və qadınlıq hissi necə dəyişir? Əvvəllər bu daha travmatik bir yanaşma idi, müalicəsini götürsək. Hazırda bu məsələni demək olar ki, həll edilmiş hesab edə bilərik. Çünki eyni anda icra olunan rekonstruktiv əməliyyatlar var və qadın qadınlığını itirmədən, qadınlıq hissini itirmədən xəstəliklə rahat şəkildə mübarizə apara bilir. Yəni 15 il, 20 il öncə orqan qoruyucu əməliyyatlar çox az aparılırdı. Hazırda əksəriyyəti o tipli əməliyyatlardır. Bir də ki, lap belə süd vəzini biz qoruya bilməsək belə, onun müxtəlif bərpa üsulları var, hansı ki eləyirik və sizə deyim, sevindirici haldır ki, bunu istəyən və bununla razılaşan qadınların da sayı gündən-günə artır. Tibbin inkişafı bu sahədə süd vəzi xərçəngində məncə daha irəlidə gedir, nəinki Bəli, o mənim sahələr bir yox. pasiyentim var idi. Məsələn, o məndən incidi bu səbəbdən ki, 70-ə yaxın yaşı var idi xanımın. Və mən əməliyyat eləyəndə ona təklif elədim ki, bax, bərpa üsulu var, süd vəzi götürülməli idi, orada saxlaya bilməzdik. Bu üsullar var. Nəsə xanım, mənim 70 yaşım var, əşi, nə edirəm də mən deyib, dedi ki, götürün süd vəzimi. Və 2 il sonra müayinəyə gələndə dedi ki, doktor, səndən incimişəm. Dedim, niyə? Deyir ki, bəs sən niyə məni o vaxt məcbur eləmədin? Axı sən eləyirsən bu əməliyyatları. Bax bu sözü üzümə baxar. Sən eləyirsən axı bu əməliyyatları. Sən niyə mənə demədin ki, gəl mütləq bunu eləyək. Mən indi deyir özümə baxa bilmirəm. Xanımın 70 yaşı var. Yəni qadınlığın yaşı yoxdur da. Yəni, O yaşda da özünü öz bədəndə əksikliyi görür də. əksiklik və daimi xəstəlik xatırladır ona. Daimi yaşadığı acıları xatırladır ona. Hazırda yəni bu demək olar ki, tam həll olunmuş bir məsələdir. Əgər bir cümlə ilə Azərbaycan xanımlarına əsaslı daxilində danışdığımız mövzu və sizin əsas ixtisasınız olan bir mesaj verə bilsəniz, nə deyərdiniz? Özümüzə olan sevgi sağlamlığımıza göstərdiyimiz münasibətdir, deyərdim. Çox sağ olun gəldiniz. Çox sağ olun bu həddən artıq doğrudan da ağır və məsələlər bayaqdan danışırıq. Çünki həm çox böyük işlər görürsünüz, amma bir o qədər də çətin, məsuliyyətli işlərlə məşğulsunuz. Uğurlar, inşallah tibb daha da inkişaf eləyər. Bu sahədə də bizim Azərbaycanda belə həkimlərin sayı, onkoloqlarımızın sayı, daha savadlı onkoloqlarımız sayı da çoxalar. İnsanlar daha az əziyyət çəkər bu xəstəliklərdən. Həm insanlar, həm də onların ətrafı, yaxınları bu stresi, bu həyəcanı yaşamazlar. Minnətdaram dəvətimizi qəbul elədiniz, gəldiyiniz üçün. Mən təşəkkür edirəm. Çox maraqlı söhbət oldu. Çox sağ olun, sağ olun. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz. Videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.